halda deyir ki, bağdan 15 tam %75 kilogram alma. Yazaq, alma var. Bir də armud var. Alma 15 tam %75 kilogramdır. Armud isə 23,4 kilogram armud toplanıb. Birinci gün 8,6 kilogram alma. Birinci gün 8,6 kilogram alma. 12 tam %15 kilogram da armud. İkinci gün isə deməli 4 tam %25 kilogram. 4 tam %25 kilogram alma, 7 tam 3 kilogram armud satılıb. Satışdan neçə kilogram meyvə qaldı? O zaman bu ikisini toplayacağım. Birinci və ikinci gündə satılanları toplayacağım. Deməli bu 5, 8, bu da elədir 12 tam %85. Bu isə deməli 5, 4, 9, 19 tam %45 kilogramda armud satılıb. İndi cəmi 15 tam %75 kilogram alma var idi axı. Onun 12 tam %85 kilogramı satılıb. Bu elədi 0, 17-dən 8 çıxdıq, elədi 9, qalmışdı 14, 14-dən də 12 çıxdıq, elədi 2. Yəni 2,9, yəni 2 kilogram 900 qram alma qaldı. Armuddan isə 23,4-dən çıxacaq, 19 tam %45-ini, bu elədi 5, 13-dən 4 çıxdıq 9, 22-dən də 19 çıxdıq 3. Yəni 3 kilogram 95 qram da armud qalıb. İndi məndən soruşur ki, cəmi neçə kilogram meyvə qaldı? O zaman 2 kilogram 900 qram almanın üzərinə 3 kilogram 95 qram armudu gələcəm. Bu da eləyəcək 6 kilogram 85 qram deməli meyvə. Yəni cavab B variantı 41-də. Keçdik 42-ci suala. 42-də Əhmədin 120 manat pulu var idi. O 35 manat 75 qəpiyinə kitab. Yazaq 42. Cəmi 120 manatı var idi. 35 manat 75 qəpiyinə kitab. Yazaq 35 manat 75 qəpik. 12 manat 40 qəpiyinə dəftər aldı. Üstə gələk 12 manat 40 qəpiyinə dəftər aldı. Sonra ev heyvanına 20 manata yemək aldı. Üstə gələk 20. Sonra da daha sonra 15 manat da pul qapısına qoydu. Üstə gələk 15. Görək nə qədər xərcləyib. 5, 11 idi. 11-dirsə deməli 115. 1 yazıram. 1 yadda. 1 manatım yadımda. 7, bu da 12, bir də yadda 13, 4, bu da 7, bir də yadımda 83 manat 15 qəpik xərcləmişəm. Axı mənim cəmi 120 manatım var idi. 120 manatdan o zaman 83 manat 15 qəpiyini xərcləyəcəm. 120 manatdan 1 manatı çevirirəm qəpiyə, yəni 100 qəpiyə. 100-dən 15 qəpiyini çıxıram, 85 qəpik qaldı. Qaldı 119 manat. 119 manatdan da 83 manatını çıxıram. 36 manat 85 qəpik. O da elədi cavab A variantı 42-də. 43-də alıcı kiloqramı 10 manat olan konfetdən 400 qram alıbdı. Əgər kiloqramı, yəni 1000 qramı 10 manatsa, 10 manatdır. Mən də bundan 400 qram almışam. 400 qramı nə qədər olacaq? 10 da 1000 bərabər olacaq. Onu vuracam 400-ə, 4000 eləyəcək. X də bərabərdir 4 manat. Əgər kiloqramı 14 manat olan konfetdən, yəni 1000 qramı yenə də 14 manatdır. Məndən isə 600 qram aldığını deyir. 600 qramı nə qədərdir? O zaman yenə də 1000x bərabər olacaq. 14-ü də vurdum 100-ə, elədi 8400. X də bərabərdir 8 manat 40 qəpik. O birisindən isə kiloqramı 11 manat olan konfetdən isə 800 qram almışam. Yəni 1000 qrama mən 11 manat pul verəcəydim. İndi 800 qramına nə qədər verəcəm bilmirəm. Onda yenə 1000x bərabərdir 8800.
O x də bərabərdir 8 manat 80 qəpik. Düzdürmü? Bu da 8 manat 80 qəpik elədi. İndi deyir cəmi kassaya nə qədər pul ödəməlidir? O zaman 4 manatın üzərinə gəlirəm 8 manat 40 qəpik, üzərinə gəlirəm 8 manat 80 qəpik. 16, 20 manat, 21 manat, 20 qəpik. 21 manat, 20 qəpik 43-də cavab B variantı. Sonra gəldik 44-də. Deyir ki, A üstə gəl, B üstə gəl, C vurulsun 3, çıxılsın 5, bərabərdir 16. Bu zaman bu tənliyi həll edir. Bu elə bir ki, bir dənə x tənliyidir. Bu onda A üstə gəl, B üstə gəl, C vurulsun 3. 16-nın üstə əvvəlcə 5-i gələcəm 21. 21-i də sonra 3-ə böləcəm 7. Deməli, A üstə gəl, B üstə gəl, C bərabərdir 7. Mənə deyir ki, A, B, C üstə gəlinsin, C, A, B üzərinə gəlsin, B, C, A. Nəyə bərabərdir? Mən baxıram, C, B, A toplananların yerini dəyişəndə cəm dəyişmir. 7-yə bərabər. Deməli, yazıram 7. C, B, A, C yenə 7. A, C, B yenə 7. Yəni, 777 cavab E variantı. 44-də. 45-ci suala keçdik. 44-də E variantı keçdik 45-ə. Usta şagirdindən saatda 5 pəncərə çərçivəsi çox hazırlayır. Yazırıq usta, bir də yazırıq şagird. Usta şagirdindən 5 pəncərə çərçivəsi çox hazırlayır. Bilirəm usta nə qədərdir? 5 çərçivə çox hazırladığına görə x üstə gəl 5, şagirdə də x-dir. Onlar birgə 2 saat işləyiblər və 58. Bu 1 saata x üstə gəl 5 pəncərə işləyirsə, 2 saata 2 vurulsun x üstə gəl 5. Bu 1 saata x dənə pəncərə işləyirlərsə, 2 saata 2 vurulsun x dənə və toplamda nə qədərdir? 58. 2x üstə gəl 10, üstə gəl 2x bərabərdir 58. X-ları 1 toplayacağım. 4x üstə gəl 10 bərabərdir 58. 4x bərabərdir 58-dən 10 çıxacağım 48. X də bərabərdir 48-i 4-ə böləcəm 12. Mənə deyir ki, usta 7 saat tək işləyərsə neçə pəncərə çərçivəsi hazırlayır. Baxıram ki, 1 saata x üstə gəl 5, 12-nin üstə 5 gəlirəm 17. 7 saata isə 17-nin 7-yə vuracağım 9, 119 dənə çərçivə, yəni cavab 45-də B variantı. 46-cı sual. 46-cı sual. İş günü saat 8:45-də başlayır və 17:30-da bitir. 10 zaman bitmə vaxtından 17:30-dan çıxacağın 8:45-ini ki, neçə saat elədi. Mən 1 saatı buradan götürüb verirəm bunun üzərinə 60, 1 saatım 60 dəqiqə olduğuna görə 60-ın üstə 30 gəlirəm 90, 90-dan 45 çıxıram 45 dəqiqə, 16-dan da 8 çıxdım 8 saat 45 dəqiqə işdə olubdur. İşçilər cəmi 6 saat 30 dəqiqə işləyiblərsə 8 saat 45 dəqiqədən 6 saat 30 dəqiqəni çıxaram ki, yerdə qalan vaxtı isə dincəliblər 2 saat 15 dəqiqə. Yəni cavab A variantı 46-da. Sonra 47-də getdik. Düzgün müqayisəni müəyyən edin. 47-də. Baxaq, A variantı 2648 böyükdür deyir. 2000-lik və 68 onluq. Baxaq, 2648-i yazırıq belənçinə. 2000-lik elə 2000 eləyir. 2000-in üzərinə də 68 onluq, yəni 680-i gəlsən 2680 eləyir. Həqiqətən 2680 heç zaman 2648-dən doğru ola bilməz. Belə olmalıydı. Düzdürmü? Deməli, bu səhv fikirdir. A variantı səhvdir. Keçdik B variantına. B variantında deyir 43218 böyükdür 4 dənə 10 minlik. Üzərinə gəl 32 dənə minlik. Üzərinə gəl 18 dənə təklik. 4 dənə 10 minlik. Bu elədi 40 min. Düzdürmü? 32 dənə minlik. O da elədi 32 min. 18 dənə də təklik. Bu da elədi 18. Yəni, bunu toplasan,
47.000-in üstünə gəlsən 32.000, gəlin alt-alta hesablayaq, səhvimiz olmasın. 18, 0, 2, 72.018. Heç 72.018 sizcə 43.218-dən kiçik ola bilərmi? Xeyr. Təbii ki, böyük olmalıdır. Ona görə B variantı da səhvdir. Keçdik C variantına. Mənə deyir ki, 80 10 minlik, 80 minlik, üzərinə gəlsin 3 yüzlük, üzərinə gəlsin 17 təklik, kiçikdir 8 dənə 10 minlik, üzərinə gəlsin 31 dənə 10'luq, üzərinə gəlsin 7 dənə təklik. 80 dənə minlik, bu elədi 80.000. 3 dənə yüzlük, bu elədi 300. 17 dənə təklikdə 17. Bu da elədi nə qədər? 80.317. Yenə 8 dənə 10 minlik, bu elədi 80.000. 31 dənə 10'luq, 310. 7 dənə təklik isə 7. 7, 1, 3, 80.317. 80.317, 80.317-dən kiçik ola bilərmi? Yox. Təbii ki, bərabər olmalıdır. C-də getdi. D variantına baxaq. 230 10 minlik, 230 minlik, 230 minlik, üzərinə gəl 69 yüzlük, üzərinə gəl 12 təklik, böyükdür deyir. 239 minlik, üstə gəl 31 10'luq, üzərinə gəl 4 təklik. Baxaq, 230 minlik, 230 minlik, üzərinə gəlsə 69 yüzlük, bu elədi 69, 6912 təklikdə 12. Bu elədi 12, 9, 6, 236.912. İndi keçdik bu birisinə, 239.000. Üzərinə gəlsəm 31 10'luq 310'a, 4 təklikdə 4, 4, 1, 3, 239.314. Düzdürmü? İndi 239.000 böyükdür, yoxsa 236.000? Təbii ki, 239.000 4-də də səhvdir. D variantı da səhvdir. Getdik E variantına. 301 minlik. Bunu birbaşa yazsa 301 minlik elə 301 min. Üzərinə gəl 78 10'luq 780. Üzərinə gəl 8 təklik 8. Bu 8, 7. Bu da elədi 301.708. İndi o birisinə baxaq. 30 10 minlik. 10 minlik deyəndə 4 dənə 0 olur. Olur 300.000. Üzərinə gəl 78 10'luq. 78 də 780'dir. Bu da elədi nə qədər? 300.780. 301.000 böyükdür. 300.000 böyükdür. Təbii ki, 301.000 böyükdür. Yəni, E variantı 47-də doğru variantdır. 47-də E variantı. Sonra keçdik 48-ci suala. 48-ci suala televizorun ilkin qiymətinin 6'da 5 hissəsi qədər qiymətləndirildi və satıldı. Alıcının 900 manat pulu var idi. Bu da televizorun ilkin qiymətinin 5'də 2. 900 manat 5'də 3 hissəsinə bərabərdir. Yəni 48'də 5'də 3 hissə bərabərdir 900 manata. Bunu tapmaq üçün nə etməliyik? 900'ü vuracağıq 5'ə, böləcəyik 3'ə. Bu da elədi 1500 manat. Deməli, televizorun ilkin qiymətinin 1500 manat qiyməti var imiş. Amma mənə deyir ki, bu televizor ilkin qiymətin 6'da 5 hissəsi qədər qiymətləndirildi. Yəni 1500'ün 6'da 5 hissəsini tapacağıq ki, 1506'ya böləndə 250, 250'də 5'ə vuranda 1250. Yəni 48'də B variantı. 49'da dairənin radiusunun uzunluğu onun daxilində yerləşən bərabər tərəfli 6 bucaqlının tərəfinin uzunluğuna bərabərdir. Əgər bərabər tərəfli deyirsə, yəni bir tərəfi nədirsə o qədər də digər tərəfləri də ona bərabərdir. 6 bucaqlının perimetri. Perimetr əgər 84'dürsə, mən də bərabər tərəfli 6 bucaqlının da bilirəm ki, 6 dənə tərəfi var. 6 vur A əgər 84'dürsə, yəni bərabər tərəfli 6 bucaqlının bir dənə tərəfi 14'dür.
Əgər bu 14-dür, saxıdırdı radiusu da dairənin radiusu da bunun tərəfinə bərabərdir. Yəni radius da bərabərdir 14-ə. Diametrin uzunu, diametrdə mən bilirəm ki, 2 dənə radiusa bərabər olduğuna görə 2-ni vuracam 14-ə ki, bu da eləyəcək 28. Yəni 49-da cavab D variantı. 50-ci sualda indi ata oğlundan 4 dəfə böyükdür. Yazırıq ata, oğul. 4 dəfə böyükdürsə 4x atadır. Oğul da x-dir. 5 il sonra 4x üstə gəl 5. Oğul isə olacaq x üstə gəl 5-dir. Ata oğlundan 3 dəfə böyükdürsə bu olacaq 3 vurulsun x. Onda 4x üstə gəl 5 bərabərdir 3x üstə gəl 15. X də bərabər olacaq 10-da. Onların indi yaşları cəmi neçədir? Atanın 4x yaşı var. Ona görə 4-ü vuracağıq 10-a. Oğlun da 10 yaşı, x yaşı var 10. Elə üzərinə gələcək 10. Atanın 40, oğlun 10, toplamda 50 yaş. Yəni cavab 50-də D variantı. Bu da belə. Sonra keçdik 51-ci suala. Bir dəqiqə. 51-ci sualları bunun öz üzərində işləyək. Getdik suallara. 51-ci sualı. Baxırıq, burada kvadrat çəkilibdir. Burada da kvadrat çəkilib. Burada üçbucaq və burada da üçbucaq çəkilibdir və burada da kvadrat. Mənə deyir ki, üçbucaq üstə gəl kvadrat. Baxaq görək. Neçənin üstünə 7 gələndə 3 eləyər. Təbii ki, bu mümkünsüzdür. Mən deməli 13 eləmişəm ki, bir yaddanı da bura vermişəm. Onu da 6-nın üst 13-dən 7 çıxacam ki, deməli mənim üçbucağım 6-dır. Üçbucağım 6-dırsa, 6-nın üstə 7 gəldim, 13, bir yadda bu qonşuya verib. 7-nin üstə 5 gəldim, 12, bir də yadda 13, yenə bir qonşuya burada veribdir. Axı, üçbucaq 6 idi. 6, bir də yaddaydı 7. 7-nin üstə neçə gələndə 8 eləyər. Təbii ki, kvadrat da 1 olacaq. Onu da 1-in üstə də 6 gələcəm, eləyəcək 7. Cavab C variantı. Baxırıq, deyir ki, B-ni vurmuşam 6-ya, sonu 0-la qutarıb. 6-nın vurmasında sonu 0-la qutaran təbii ki 5 olacaq. 5-i 6-ya vururam 30, 3 yadda. Düzdürmü? 3 yadda. 6-nı deyir neçəyə vuranda sonu 3 yadda qaldığına görə deməli burada 2 olub. 2 alınmalıymış sonu 2 ilə və 3-ü də yadında saxlamalıymış. Və baxıram ki, böyük ədəd alınır. Bura 2 yaza bilmərəm. 2 yazsam burada kiçik ədəd alınacaq. Kiçik ədəd də alınanda mən 6 rəqəmlini bir dənə rəqəmliyə vuranda 7 rəqəmli almağım üçün A-nın yerinə maksimum 6-nın vurmasında sonu 2 ilə qutaran ya 6 vur 2 12 olmalıdır ya da 6 vur 7 sonu 42 olmalıdır. Düzdür? Deməli A-nın yerinə mən maksimum böyük ədəd götürməliyəm ki böyük olsun. Buradan da mənə ipucu veribdir. Əgər B-nin yerinə 5 yazdımsa, onda 12-dən 5 çıxsam, A eləyəcək 7. Bax, burada A-nın yerinə 7 yazacağam. A-nın yerinə 7 yazdımsa, o zaman mən misalımı həll eləyəcəm. Bax, mən baxıram ki, 7-ni 6-ya vursam, 42, 3 də yadımda qalmışdı axı. 42-nin üstə də 3 gələndə 45. Deməli, mənim cavabım C-də 4-ə bərabərdir. Yəni 52-də D variantı. İndi baxaq, görək düz hesabladıqmı? 757.875-i vururuq 6-ya. 6-nı 5-ə vurdum, 0 yazdım 3 yadda, 7-ni 4-ə vurdum, 42, 3 də yadda, 45, 4 yadda, 6-nı 8-ə vurdum, 48, 4 də yadda, 52, 5 yadda, 6-nı 7-yə vurdum, 42, 5 də yadımdaydı, 47, yenə 4 yadda, 5 yadda, üzr istəyirəm.